Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Sizə bugün elə bir ev çıxartmışam ki, sotuna görə, kvadrat metrinə görə, qoyulduğu evə, maya dəyərinə görə çox aşağı bir qiymətdir. İzləyin, izləmədə qalın. Evimiz ümumi 8,5 sot torpaq sahəsində və 300 kvadratdan ibarətdir və torpağın da evində kupçası var. Yəni paket kupçadır. Həyətimizdə bax belə gözəl söhbətgahımız mövcuddur. Evimiz kruqom, belə deyək, ağla ilə üzlənib. Həyətimizdə hamam sanuzeli, ehtiyat bu aşağı, bu dayandığımız yerin aşağısı artıq 20 tona yaxın su çəni mövcuddur. Evimizdə ehtiyat generatora qədər mövcuddur. Hələ evin içində nə aləmlər var, gedək. Dəyərli izləyicilərim, daxil olduğu evimizə ki, evimizdə olan bu aləmləri sizə təqdim edim. Evimiz şəxsi tikilidir. Evimiz, bütün əşyalar evimizdə çox bahalı əşyalardır. Detalları ilə deyə bilməsəm də bacardığım qədər sizə deyəcəm. Evimiz tam əşyalı satılır. Evdə A-dan Z-yə gördüyünüz bütün əşyalar evdə qalır. Bir dənə televizor istisna olmaqla. Bura qonaq otağımızdır. Qonaq otağından bax, daxil oluruq. Belə gözəl mətbəx hissəmiz mövcuddur. Evimiz kruqom, həyətimiz kamera sistemi ilə nəzarət. Mətbəx hissəsindən təkrarən çıxırıq hol hissəsinə. Bax, belə qarajımız mövcuddur. Amma qaraja belə deyək də, belə əşyalar yığılıb. Amma kim istəsə maşın içində istifadə edə bilər. Burada bizim bax, aşağıda olan hamam sanuzerimizdir. Pilləkən çox xoşuma gəldi. Şəbələ, bu pilləkəndəki bu bir o fıstıq ağacıdır, həm qoz ağacı var, ondandır. Deməli, qalxırıq ikinci mərtəbəmizə. Deməli, ikinci mərtəbədə belə geniş hol hissəsi mövcuddur. Bax, onu nəzərinizə çatdırın, dəyərli izləyicilər, elə biləsiniz. Tək, dəyərli izləyicim deyir ki, bu mebelə 25.000 pul vermişəm. Bax, tək bu mebelə 20. Adını demirəm, deyib. Amma reklam olmasın deyə demirəm. Bu otağı göstərə bilməyəcəm. Yuxarıda 4 dənə yataq otağımız var. Bu körpə balamızın otağıdır, deyir evdə yoxdur. Öz üçün bağlayıb gedib. Bax, gəl bura. Burada, bax, belə növbədir. Hər otaqda televizorimiz var. Hər otaqda televizorimiz mövcuddur. Hər biri də evin içində qalır. Sizə bu ev üçün elə bir qiymət deyəcəm ki, dəyərli izləyicilərim, daha fikirləşməyə ehtiyac yoxdur. Elə bu ərazidə torpağın bir sotu belə deyək bir 40.000 manatdır. 8,5 sotda